Bugünkü mövzumuz mərtəbə sinif mövzusudur. Bura bir ədəd yazırıq. 235 milyon 128 min 67. Deməli, ədədləri sinifə ayırmaq üçün sağdan sola doğru 3 qruplaşdırırıq. Təkliklər sinifi, minliklər sinifi, milyonluqlar sinifi, milyardlıqlar sinifi və s. bu formada gedir. İndi bu ədədi siniflərə ayırsaq belə olur. Təkliklər, minliklər, milyonluqlar və s. İndi bizə belə bir sual verilə bilər. 235 milyon 128 min 67 ədədində təkliklər sinifinin rəqəmləri hasili minliklər sinifinin rəqəmləri hasilindən neçə vahid çoxdur və yaxud da azdır? Minliklər sinifinin tapırıq. Hasilini soruşduğu üçün vururuq. Bu 0 alınır. Bu da 16 alınır. Deməli, 16 vahid çoxdur. Yəni, bizdən soruşa bilər ki, təkliklər sinifi, minliklər sinifindən neçə vahid azdır və yaxud da çoxdur. Fərq eləmir. Onu artıq özümüz vurduqdan sonra bizdən hansı şəkildə istədiyinə uyğun olaraq hesablayırıq. Bu bizim birinci çalışmamız. İndi baxırıq ikinci çalışmamıza. 67.503 ədədində 5 rəqəminin mərtəbə vahidi neçədir? 5 rəqəminin baxırıq təklik, onluq, yüzlük. Deməli, 5 rəqəminin üzərində yüzlük dayandığına görə 5 rəqəminin mərtəbə vahidi yüzlükdür. Keçirik üçüncü çalışmaya. 68.702 ədədində 8 rəqəminin mərtəbə qiyməti neçədir? Burada mərtəbə vahidin soruşmuşdu. Mərtəbə vahidin soruşduğuna görə 100'ü götürdük. Çünki yüzlükdə dayanmışdı. Burada isə mərtəbə qiymətin soruşur. Deməli, 8 rəqəminin mərtəbə vahidi neçədir? Öncəki misal kimi əvvəlcə ona nəzər salaq. Sayırıq təklik, onluq, yüzlük, minlik. Mərtəbə vahidi minlikdir, düzdürmü? İndi mərtəbə qiymətini tapmaq istəyirik. Bu zaman nə edirik? Həmən bu 8'i vururuq mərtəbə vahidinə, alırıq mərtəbə qiymətini. Deməli, 68.702 ədədində mərtəbə vahidi 1000, mərtəbə qiyməti isə 8000'dir. Keçirik dördüncü misala. Deməli, mərtəbə vahidinə baxdıq, mərtəbə qiymətinə baxdıq. İndi mərtəbə vahidlərinin sayına baxaq. Deməli, ədədin hər hansı mərtəbəsinin mərtəbə vahidlərinin sayı deyəndə biz nə başa düşürük? Həmin mərtəbənin altında duran rəqəmi başa düşürük. Məsələn, 53.729 ədədində minliklər mərtəbəsinin mərtəbə vahidlərinin sayını tapın. Təklik, onluq, yüzlük, minlik. Bu ədəddə mərtəbələri qeyd eləyəndə minliklər mərtəbəsinin altına nə görürük? 3'ü görürük. Deməli, bu ədəddə minliklər mərtəbəsinin mərtəbə vahidlərinin sayı neçə olacaq? 3.